Salam. Bugün fərqli söhbət məkanında Kəmalə xanım Əliyeva Uğur Psixologiya Mərkəzinin rəhbəridir. Xoş gördük Yuliya xanım. Xoş gördük. Çox sağ olun ki, gəlmisiniz. Şəxsiyyət, belə deyək, özünü dərk edə bilən, özünə tənqidi münasibəti olan da biz deyirik ki, artıq şəxsiyyətdir. Amma şəxsiyyətin formalaşması birdən biz deyək ki, 18 yaşımız var, 25 yaşımız var, 40 yaşımız var, dönüb şəxsiyyət olmuruq. Bunun üçün ta uşaqlıqdan başlamaq lazımdır. Bu termini açmaq lazımdır ki, şəxsiyyət nə deməkdir? Şəxsiyyət empatiya hissi olmalıdır o şəxsdə. Məsələn, bir insan əgər empatiya hissi ilə böyüməyibsə, gəlib onu biz 18 yaşında, 28 yaşında biz ona empatiya öyrətməyimiz çətin olacaq. Ona görə də bəli, şəxsiyyət yetişdirmək istəyiriksə, elə o lap erkən dövrlərdən ona yanaşmamızda bunu bildirməliyik. Empatiya dedikdə biz onu nəzərə tuturuq ki, məsələn, balaca uşaqlarda o özünü necə büruzə verir, valideynlərlə, öz bacı qardaşı ilə ya da heç tanımadığı insanlarla rəftarı. Yəni bu empatiya uşaqda varmı, yoxsa yox, biz burada müşahidə edə bilərikmi bunu? Bəli, bunu sadəcə bir məqam var burada. 2-5 yaş dövrü götürək. Ümumiyyətlə ona əvvəlcə qeyd edeyim ki, bu yaşlarda biraz fərq ola bilər. Hər kəs mütləq deyir ki, o kitabdakı kimi deyək ki, 6 yaşında bu dövrü bitirsin və yaxud 5 yaşında bu bitirsin. Amma təxminən bəli, 2-5 yaş dövründə egosentrik düşüncə olur. Bu nə deməkdir egosentrik düşüncə? Mən mərkəzli düşünmə olur və bu dövrdə də empatiya zəif olur. Amma bu o demək deyil ki, empatiya zəifdirsə, biz elə bunu belə də qəbul etməliyik. Orada biz nümunə olmalıyıq. Nümunə olmalıyıq ki, uşaqda o hiss inkişaf eləsin. Digər yoldaşlarına münasibətdən dediniz. Kiçik yaşlı uşaqlar, xüsusilə 2-5 yaş arasında uşaqlara mən həmişə valideynlərə tövsiyə edirəm ki, əgər evinizdə bu yaşda uşaqlar varsa, çalışın evdə bəsləyəcəyiniz heyvan almayın. Çünki zərər verə bilərlər. Həmin uşaqlarda empatiya hissi olmur, egosentrik düşüncə olur, animizm olur onlarda. Yəni canlını cansız kimi qəbul edirlər. Yəni o pişiyə zərər vura bilər, amma onu bir oyuncaq kimi başa düşər. Ona görə də yaxşı olar ki, əgər bunu edirsinizsə də, evdə bir canlı bəsləyəcəksinizsə də, bunun üçün nəzarətiniz çox olmalıdır ki, uşaq ona zərər vurmasın. Amma deyək ki, indi sual yaranır ki, yaxşı, 2-5 yaşında deyək ki, animizm dövrüdür. Onda biz empatiyası yoxdur uşağın. Uşaq canlını cansız kimi qavraya bilər. Onu götürüb yerə də ata bilər, onun quyruğunu darta da bilər. Onda neyniyək ki, bu normaldır da, bunu normal qəbul eləmirik amma. Burada uşağa böyüklərin funksiyası odur ki, uşağa öyrətsin. Həm də yəqin ki, özü modelləşdirsin ki, o artıq necə davranmaq ona. lazımdır. Çünki bunu aşılamayanda, o bunu etdikdə artıq bunun norma olduğunu biləcək. Həmin bu yaş dövründə yenə də uşaq yalanlarını biz yalan kimi qəbul eləmirik. O onun fantaziyasıdır deyirik, yalan deyil. Amma bu demək deyil ki, o nəsə bir şey deyəndə biz bunu, yəni heç nə deməyək ona. Adlandıraq ki, yalandır və deyək yalançıdır. Yox, adlandırmayaq. Sadəcə bunun doğru olmadığını ona deyək ki, bax bu informasiya deyək ki, baxaq da orada fantaziyasının ürətdiyi bir şeydirsə, o zaman bunu qəbul edirik. Amma deyək ki, məsələn, elə bir real bir yalan danışır da uşaq. Bu zaman biz onu yalançı deyə adlandıra bilmərik o uşağı, bunu demək istəyirdim. Çünki o yaş dövründə əxlaq öncəsi dövrdür. Əxlaq öncəsi dövr olduğu üçün o yalan bilmir nədir onu, sadəcə danışır. Yəni məqsədli olaraq onu demir. Bəli, yəni ona görə də o demək deyil ki, uşaqda bunlar yoxdursa, biz gözümüzü yummalıyıq, heç nə toxunmamalıyıq. Və gözləməliyik ki, bu nə vaxtsa öz-özünə formalaşsın. Heç bir şey təbii formalaşmır. Bəli, pedaqoqlar, evdə valideynlər uşağa bunu öyrətməlidirlər. Sizə bir maraqlı bir şey deyim. Uşaqlıq dövründə, yəni uşaq dünyaya gələndə ilk anası ilə, valideynləri ilə ünsiyyətdə olur da. Hətta bu dövrdə valideynə olan bağlanma insanın sonrakı münasibətlərinə təsir edir. Ona görə də yəni biz uşaqlıq dövrünü göz ardı edə bilmərik. Oradakı valideynin hər bir davranışı, hər bir pedaqoqun da olsun, valideynin də olsun, hər bir davranışı uşaq üçün bir nümunədir. Belə deyək də, uşaq onlardan təsirlənir və sonrakı münasibətlərinə bunu mütləq yansıdacaq. Çox vacib
bir məqamdır ki, doğrudan da biz böyüklər, olsun valideyn, müəllim, uşaqları əhatə edən böyüklər, biz doğrudan da belə şuurlu olaraq düşünürükmü ki, bizim sözlərimiz, hərəkətlərimiz, elə xarici görünüşümüz uşaqlara necə təsir edir və onlarda nə cürə təəssüratlar yaradır və möhkəmləndirir. Çox maraqlı buna aid bir nəzəriyyə var. Bandura nəzəriyyəsi deyir ki, uşaqlar ətrafındakı böyüklərdən dolayı yolla emosional olaraq öyrənirlər. Bu nə deməkdir? Yəni deyək ki, məsələn, ana uşağını parka aparır, orada pişikdən qorxur. Ananın belə bir qorxusu var. Və uşaq bir görür bunu, iki görür ki, ana eyni reaksiyanı verir, pişiyi görəndə qorxur. Bir müddətdən sonra uşaq bunu öyrənir. Uşaq da başlayır qorxmağa. Bu psixologiyada dolayı emosional öyrənmədir. Yəni əslində görürsüz, uşağın pişiyi ilə bağlı heç bir pis xatirəsi yoxdur. Pişik onu cırmaqlamayıb, pişik ona hücum eləməyib, nəsə pis bir xatirəsi yoxdur. Amma ananın oradakı reaksiyasını uşaq neynədi? Eyni ilə öyrəndi. Biz böyüklərin reaksiyaları olsun, davranışları olsun, uşaqlar bir növ onları öyrənir. Öyrənir və ona görə hərəkət eləyir. Və sadəcə onları müşahidə edərək öyrənmir ha. Bəzən heç biz özümüz bilmədən də uşağımıza mənfi təsir edə bilirik. Məsələn, deyək ki, valideyn bir şeyin doğru olmadığını düşünür və uşağına deyir ki, telefonla oynamaq olmaz. Uşağa qadağa qoyur. Amma valideyn biraz deyək ki, yorğundur və yaxud telefonla danışır. Elə bu vaxt uşaq yenə də telefon əlində gəlir ki, onlar oynayım. Valideyn məşğuldur axı. O anda icazə verir. Və yaxud uşaq başlayır bunu ağlayaraq əldə edir. Artıq burada uşaq nə öyrənir? Mən davranışlarımla qarşımdakını idarə edə bilərəm, manipulyasiya edə bilərəm. Ona görə də biz həmişə valideynə deyirik ki, valideynlər, davranışlarımızda tutarlı olmalıyıq. Nəinki öz reaksiyalarımızı, öz davranışlarımızın düzgün olub-olmamağına əmin olmalıyıq. Hələ bu qalır bir tərəfdə. Eyni zamanda uşağa qarşı davranışlarımızda tutarlı olmalıyıq. Çünki bu tutarlılıq uşağı artıq sərhədlərini biləcək. Biz bəzən görürük, sərhədsiz uşaqlar var. Yəni, kimisə əşyasına toxunur, icazə almır, dağıdır, başqasının saçını dartır, vurur. Bax, burada valideyn tutarlılığı çox əhəmiyyətlidir. Valideyn tutarsız davrananda bu davranışlarda daha da artış ola bilir. Sərhədsiz olan uşaqlarımızın davranışını düzəldə bilərikmi? Əlbəttə ki, ümumiyyətlə belə deyim, psixologiya pozitivdir. Hər hansı bir davranışa baxırıq. Deyək ki, bu davranış hansı yaş dövründədir? Məsələn, bir davranışı düzəltmək istəyirik. Əvvəlcə bir baxaq görək ki, bu davranış problem davranışdır. Bunu düzəltmək istəyirik. Ola bilər ki, valideynin çox böyük gözləntisi var, pedaqoqun çox böyük gözləntisi var. Amma o yaş dövrünə görə o davranış normaldır. Yəni, burada anormal heç bir şey yoxdur. Onda biz o davranışı düzəltmirik. Əgər o yaş dövrünə görə, deyək ki, məsələn, bir nümunə deyim sizə, 2 yaşından etibarən uşaqlarda mənmərkəzçilik yaranır. Uşaq hər şeyi özü etmək istəyir. Əslində orada ilk dəfə uşaq öz müstəqilliyini ortaya qoyur. Belə deyim də, özünü başqalarından ayırır. Mənim öz fikrim var, mən özüm istəyirəm kimi başlayır fikirlər bildirməyə. Və biz bu dövrdə valideyn deyir ki, əslində elə sakit uşağı idi. 2 yaşından sonra uşaqda bunlar yaranıb. Biz deyirik ki, bu əslində normaldır. O yaş dövrü üçün elə biz bunu istəyirik. Bu inkişafın təbii göstəricisidir. Amma bu periodu, deyək ki, uşaq məktəbli dövründə eləyirsə və yaxud digər daha böyük yaş dövrlərində eləyirsə, biz onda həm bu davranışa baxırıq. Çünki o yaş dövrü üçün o aktual deyil. Orada başqa aktuallıq, başqa bir davranış aktual olmalı idi. Yəni bir davranışı düzəltmək istəyiriksə, birinci nəyə baxacağıq? O davranış o yaş dövrünə görə normal hesab edilir psixologiyada, yoxsa edilmir? O davranışın sıxlığı nə qədərdir? Deyək ki, bir davranış bir dəfə, 2 dəfə olubsa, bunun üzərində dayanmırıq. Əgər bir davranışın intensivliyi çoxdursa, o zaman bunun üzərində dayanırıq. Məsələn, deyək ki, uşaq 5 yaşına qədər, 6 yaşına qədər uşaqda oğurlama davranışı var. Nəyisə götürür. Əslində biz buna oğurlama deyirik də, uşaq üçün bu oğurlama deyil. Egosentrik düşünür o. Gördü, xoşuna gəldi, götürüm. Bağçada bir əşya gördü, götürdü, evə apardı, çantasına atdı. O bunu oğurlamır əslində. Bunu artıq 6
yaş üzəri uşaq eləyirsə, burada dayanmalıyıq. Fikirləşməliyik, o davranışın üzərində işləməliyik. Dediyim kimi 5 yaşına qədərki dövr əxlaq öncəsi dövr adlanır psixologiyada. Yəni uşaq nəyin doğru, o mənəvi kamillik hələ yoxdur da, belə deyək. Ona görə də uşağın bu reaksiyaları normal hesab olunur. Yəni bir davranışı düzəldəcəksə yaşa baxaq. O yaş kriteriyalarında bu davranış normaldırmı, normal deyildimi? Ondan sonra ona müdaxilə edək. Siz çox gözəl biz işlədirsiniz nitqinizdə. O biz siz kimə aid edirsiniz? Siz psixoloqlara, biz pedaqoqlara, yoxsa valideynlərə, yoxsa hamımıza? Aha, əslində yaş dövrlərinə görə psixologiyada sosial fiqurlar var. Uşağın həyatında sosial fiqurlar var ki, hansılardır və o fiqurlar bizə, uşağımıza çox təsir edir. Məsələn, deyək ki, 2 yaşına qədər əsas sosial fiqur valideynlərdir və biz bildiririk ki, valideynlərin bu dövrdə yanaşması olduqca önəmlidir. 2 yaşından sonraki periodda, deyək ki, artıq 3 yaşından uşaqlar başlayır da adətən bağçalara getməyə. Burada valideyn və pedaqoqlar, bağça tərbiyəçiləri gəlir. Artıq burada o ikisi paralel gedir. Ondan sonra deyək ki, məktəb həyatına gəlir, artıq uşaqların daha çox yaşıdları, müəllimləri yenə də və valideynlər. Yəni valideyn, pedaqoq 18 yaşına qədər daim bir yerdədir. Həyatda qalmaq üçün, yaşamaq üçün müəyyən ehtiyaclarımız var. Amma bununla paralel ən vacib ehtiyac güvən ehtiyacıdır. Bu güvən nə deməkdir? Uşaq bir ailədə dünyaya gəlir və o ailədə ona olunan münasibətə görə uşaq gələcəkdə dünyaya, ətrafa münasibət bəsləyir. 0-2 yaşına qədər o güvən ehtiyacını ailə verməlidir ona. İnsan görürük ki, deyək ki, artıq məsələn hər şeyə belə danışır ki, görəsən mən bacararam, görəsən mən edə bilərəm, bunu görəsən mən edə bilərəm. Bu cür nə düşünürsə biz fikirləşirik. 2 yaşından 4 yaşına qədər görəsən bu uşaq nə yaşayıb? Çünki orada onun iradəsi qırılıb artıq. İradə qırılıb öz bacarıqlarına şübhə ilə yanaşır. Necə qırılır uşağın iradəsi bu yaşda? Aha, maraqlıdır. Bu həm də bağça periodudur. Eyni zamanda burada o iradəni qıranlar müəllimlər də ola bilər, pedaqoqlar da ola bilər, valideynlər də ola bilər. Məsələn, deyək ki, uşaq geyinmək istəyir, amma tərs geyinir. Biz ona icazə verməliyik. Aşırı qoruyucu insanların, uşaqların da xüsusilə bu, yəni qoruyub fayda verməyə əvəzinə, qoruyub əslində zərər verirlər. Biraz uşağa o azadlığı, o rahatlığı vermək lazımdır. Məsələn, xüsusilə 2 yaşından sonra mən demək istəyirəm ki, tualet təlimi başlayır da, adətən valideynlər bəzən elə buradan da bir mesaj kimi bildirin. Bəzən valideynlər irəli qaçırlar, daha erkən yaşlarında tualet təlimini öyrətmək istəyirlər. Amma uşağın yaş yarımı olmayıbsa tualet təlimini, yəni 18 aylıq deyilsə uşaq tualet təlimini öyrətməyə ona çalışmaq lazım deyil. Yəni əgər düzgün yanaşarıqsa uşağa bu yaş dövründə ki, onun o mənəm-mənəmlik dövrü başlayıb, o dövrdə biz düzgün yanaşarıqsa ona, əlbəttə ki, o uşağın iradəsini qazanacağıq. Məsələn, görürsünüz ki, bəzən böyük insandır, artıq universitet bitirib, bir iş həyatına qoşulub, nəsə eləmək istəyir, amma edə bilmir. Onu bəzən qınayırlar ki, sən risk etmirsən. Əslində risk deyil ha o. Risk başqa bir şeydir. Əslində o bacarığa sahibdir, ancaq bunu edə bilmir. Bax, bunun bir çox səbəbləri həmin o dövrlə əlaqədardır. İndi qarşıya bir dənə də sual çıxır ki, yaxşı, deyək ki, o dövr zədələnib. Bəs neyə indi bu insan ömür boyu belə gedəcək? Yox. Dediyimiz kimi psixologiya pozitiv yanaşır. Bunu biz həyatımızın sonraki dövrlərində həll edə bilərik. Pedaqogikada buna deyilir öz-özünə tərbiyə. Psixologiyada da bu adlanır, şəxsi inkişaf. Yəni insan əslində bəli özü-özünü dəyişdirə bilər. Pedaqoqlar və valideynlər çalışmalıyıq ki, daha az belə deyim də uşağa mənfi təsir edək. Ümumiyyətlə mənfi təsirimiz olmasın. Hə, burada valideynlərə də təlim lazımdır ki, nədir mənfi təsir, ümumiyyətlə təsir. Bunu da valideynlər çox vaxt seçmir. Pedaqoqlar aləmində biz demək olar ki, 2 cür valideynlərlə qarşılaşırıq. Ya hər şeyi icazə verir, çünki artıq qadağa qoymaq dəbdə deyil, ya əksinə daha çox nəzarət edən, çox təsir göstərməyə çalışan, belə də kontrolcu deyək və ya qoruyucu valideyndir.
burada biz balansı necə tapaq? Hı hı. Ya qadağa qoymaq lazımdır yəqin ki Hı. uşaqların qarşısında. Ya ümumiyyətlə qadağalar olmalı deyilmi uşaq böyüyən, formalaşan şəxsiyyətin həyatında? Qadağalar necə? Ümumiyyətlə birinci onu deyim ki, qadağa insanı ona daha da meyl elətdirir. Hı -hı. Bir şey qadağa olarsa, o daha çox maraqlı gələcək bizə, ona doğru getmək istəyəcəyik. Uşaq tərbiyəsində olmazlar, bəli, olmalıdır. Valideyn tutarlı davranmalıdır. Deyək ki, mən bunu istəmirəmsə, bunu icazə vermirəmsə, uşaq da bunu qəbul etməyi bacarmalıdır. Niyə görə bunu deyirik? Bəzən biz ailələr görürük ki, valideyn uşağı idarə etmir, uşaq valideyni idarə edir. Valideyn birinci növbədə, mən həmişə deyirəm ki, biz özümüz üçün uşaq tərbiyə eləmirik, biz cəmiyyət üçün tərbiyə eləyirik uşağımızı. Məsələn, biz pis bir tərbiyə etdiyimiz uşağı cəmiyyətdə olacaq və o cəmiyyətdə mənim, sizin, başqasının uşağı ilə qarşılaşacaq, ona mənfi təsir edəcək. O mənfi təsirdən həmin şəxs təsirlənəcək, o gedəcək başqasına. Yəni hər şey bir-biri ilə zəncirvari əlaqədədir. Ona görə də həmişə mən onu bildirirəm ki, biz özümüz üçün yox, cəmiyyət üçün tərbiyə edirik uşağı. Yəni uşaq, mən məcbur deyiləm ki, kimsə doyumsuz böyütdüyü uşağın təsirinə mən də məruz qalım. Belə deyim, mənim heç sevmədiyim məqamlar var valideynlərdə, görürəm gənc valideynlərdə. Məsələn, deyək ki, görsən ki, o qədər uşağın oyuncaqları var ki, bir oyuncaq mağazasına dönüb ev. Uşaq istəyib, valideyn alıb. Valideyn uşağa sevgisini bu yolla göstərir və onu almasa ona çox pis olur ki, bunu almadım. Mənim bir xasiyyətim var ki, işdə həmişə deyək ki, mənim 9-da pasiyentim varsa, mən 8-də işdə oluram və yaxud 10-da pasiyentim varsa, 9-da işdə oluram və həmin an işə tez ki gələndə, orada mənim boş vaxtım olur. Pəncərədə dayananda müşahidə eləyirəm həmin analar ki, əllərindən uşaqları tutublar, gedirlər. Orada məsələn pişikdir yerdə, uşaq ananın əlindən buraxır, qaça-qaça pişiyin üzərinə qaçır və yaxud orada ona bir təpik vurur. Valideyn tez bura gəl, onun üstünə qışqırır, tut əlimdən getdik. Всё, bitdi orada. Bunu niyə elədi uşaq? O haqda valideyn onu ilə danışmadı. Və o uşaq, bugün indi onu çağırdın, gəl tut əlimdən get. Sabah o həyətə düşəndə, ana ata olmayanda vurdaq onu. Bu onun üçün artıq normal bir şeydir. Və bunu bu şiddəti davam elətdirəcək. Və yaxud görürəm ki, uşaq bağçaya getmək istəmir. Uşaqlarda olur bu, sizin də yəqin ki, bağçada olur ki, uşaq gələndə ağlayır. Yəni bunu həmişə görürük də biz. Biz buna adaptasiya dövrü deyirik. Valideyn deyir ki, məsələn, anan olmaram ha, dalınca gəlmərəm ha və yaxud onu bu şəkildə qorxudur. Onsuz da uşağın orada səndən ayrılma bir qayğılanır orada. Ona görə qayğılanır zaten ki, birdən dalımca gəlmərsən. Sən də sözünlə bunu əmin edirsən ki, bax birdən doğrudan da gəlmərəm. Biz istəmədən, hətta yanlış sevgidən belə uşağımıza mənfi təsir edə bilirik. Valideynlərə demək istədiyinizi deyəndə reaksiya necə olur valideynlərdə? Burada iki məsələ var, Yuliya xanım. Deməli, birinci məsələ nədir? Belə deyim də, müraciət edənimizdir. Uşağının əlindən tuturub hər hansı bir davranışına görə, inkişafına görə bizə müraciət edib. Burada biz deyirik valideynə ki, burada müəyyən nüanslar sizdən asılıdır. Uşaqda bu davranışlar varsa, siz müəyyən davranışlarınızı korreksiya eləməlisiniz ki, bu davranışlar aradan qalxsın. Burada iki tip olur valideynlər. Bəziləri bəli, dediyiniz kimi konstruktiv yanaşır və öz üzərində işləyir. Bəziləri isə belə düşünür ki, uşağı psixoloqa gətirirəmsə, hər şeyi psixoloq edəcək. Əgər valideyn bunu istəmirsə, öz komfort zonasından çıxıb bunları riayət eləmək istəmirsə, orada bizim edəcəyimiz məsələlər sərhədlidir. Yəni çox da bir şey edə bilmirik. Bu valideyn bunlardan qaçırsa, işimiz çətinləşir. Amma elə valideynlər var da, doğrudan da ki, konstruktiv yanaşırlar, bizə kömək edirlər. Bir də qaldı ki, bizə pasiyent deyil, mənim müraciət edənim deyil. Sadəcə mən küçədə hər hansı bir hadisə ilə rastlaşdım və orada valideynə nəsə dedimsə, bəzən xoş qarşılanmırıq. Xarici ölkələrdə belə bir praktika var, valideynlik məktəbi. Və orada uşaq və yeniyetmə psixoloqları valideynlərə və valideyn olmağa hazırlaşanlara müəyyən kurslar keçir. Uşaqla ünsiyyət qaydaları necə olmalıdır, uşaq inkişafı necə olmalıdır deyək ki,
uşağın inkişafında hər hansı bir problem gördün, artıq hansı dövrdən etibarən həyəcanlanmağa başlamalısan. Həmin kurslarda və valideynlər də doğrudan da bunda iştirak edirlər. Bizdəki bunu hələ valideynlik məktəbi bizdə yoxdur. Biz bunu sadəcə bu şəkildə psixoloqlar özləri podkastlarda və Və yaxud hansısa layihələr, sosial qrantlar, şəbəkələrdə kimsə bəli, hansısa təşəbbüslər bu şəkildə deyilir. hələ ki valideynlərə çatdırırıq. Bir də ki indi maariflənmək çox asandır da. Bu da var. Yəni kifayət qədər kitab var. Hər şey əlçatandır. Valideyn istəsə özünü də maarifləndirə bilər düşünürəm. Bunun üçün də valideynin müəyyən bir dünya görüşü olmalıdır. Siz bayaq uşaqlara qarşı şiddətdən danışdınız. Bizim cəmiyyətdə bu nədənsə mübahisəli məsələdir. Hörmət etdiyimiz, baxdığımız tok-şoularda belə bu məsələlər bəzən qoyulur. Və böyük insanlar, ali təhsilli, karyerası olan, yaşa görə yetişkin insanlar elə bir fikir ifadə edə bilərlər o verilişlərdə ki, biz uşaqlıqda döyülmüşük, adam olmuşuqsa, bizim uşaqlarımız da döyülsə, adam ola bilər. İkinci fikir də çox populyarlaşıb son zamanlarda ki, müəllimin əlindən bütün səlahiyyətlər alınıb, müəllim uşağa təzyiq və təsir göstərə bilmir. Ya fiziki təsir, təzyiq və ya qiymətlə. Psixologiyada belə bir ailə modelləri var, zərərli ailə modelləri var. Həmin bu ailə modeli təqlidçi ailə modeli adlanır və zərərli ailə modelidir. Yəni qəbul olunmur bu ki, öz ailəsində hər bir şeyi kopya edir, yeni bir ailəsinə gətirir. Biraz kritika etmək lazımdır. Daha sonra onu artıq öz ailəmizə tətbiq etməliyik. Və ya ümumiyyətlə cəmiyyətə məsləhət görmək. Bəli, o daha da belə deyim, düşündürücü bir şeydir ki, bunu hətta cəmiyyətə də tövsiyə edirik. Yəni ailədə belə deyək, döyülmək, fiziki şiddətdən belə söhbət gedirsə, bu əlbəttə ki, uşaq üçün yəni yol verilməzdir. Uşağı döyərək tərbiyə etməzlər. Uşağı tutarlı davranaraq tərbiyə edərlər. Ona görə də bu təqlidçi ailə modeli ümumiyyətlə zərərli ailə modelidir. Yəni heç tövsiyə olunmayan ailə modelidir. Birinci növbədə mən bildirmək istəyirəm ki, müəllimlər, mən özüm də müəllim ailəsində böyümüşəm. Özüm də indi eyni zamanda müəlliməm universitetdə. Müəllimlər insanın həyatında valideynlər qədər önəmlidir. Bu sadəcə mənim fikrim deyil. Bu ümumiyyətlə psixologiyada olan bir çox nəzəriyyədə də bu var. Uşaq məktəbə başlayanda hətta müəllimi valideynindən ön plana çıxır. Mən bir şey danışmaq istəyirəm sizə. Deməli bir dəfə qızım ona nəsə izah edirəm. Deyir ki, "Yox, sən belə izah eləyirsən, belə deyil. Mənim müəllimim mənə başqa cür izah eləyir." Və görürəm ki, o onu eləyir ibtidai sinifdə. İndi təsəvvür eləyin ki, avtoritar qəbul elədiyiniz, hörmət elədiyiniz bir müəllim neqativ davranır. Kimisə uşağı söyür, hansısa uşağı vurur, ədalətsiz davranır. Ya da uşağın öz valideynə dair bir cürə fikir bildirir. Bəli, uşaq da bunu onsuz da avtoritar kimi qəbul edir. Bu onun nümunəsidir. O nümunəni aldı, sosial öyrənmə. O uşaqlar çox şanslıdırlar ki, doğrudan da gözəl bir pedaqoqla yolları kəsişib. Vay o gündən ki, onların yaxşı bir pedaqoqla yolları kəsişməyib. Birinci növbədə müəllimlərə uşaqların psixologiyasını yaxşı bilməyi tövsiyə edirəm. İbtidai sinif uşağı ilə davrandığınız tərzdə yeniyetmə bir gənclə o şəkildə davrana bilmərik. Mən düşünmürəm ki, orada müəllimin səlahiyyətləri ay qiymətlə əlindən aldı və yaxud müəllim qışqırmalıdır ki, uşaq ona tabe olmalıdır. Yox. Sevilən müəllimə uşaq tabe olur. Düz deyirsiniz. Mən sadəcə tabe olur sözü işlətməzdim burada. Anlaşılır. Anlaşılır. Bəli, bir-birlərini anlayırlar. Bir-birini eşidir. Necə ki, valideyn tutarlı olur, uşağa həm sevgisini verir, həm də yoxlarını, sərhədlərini qoyur ki, mən valideynəm, evdə sən uşaqsan. Eyni zamanda müəllim də onu bildirməlidir. Əks halda, məsələn, deyək ki, qiymətlə uşağı əldə elədik,
zəif qiyməti yazmayım. Mən həmişə ümumiyyətlə auditoriyaya girəndə deyirəm ki, mənim dərsimi imtahana görə oxuyursunuzsa oxumayın, hamınıza yüksək yazaram. Siz bir insan kimi psixologiya sizə lazımdır. Siz hər biriniz gələcəyin ana atasısınız, valideynisiniz. Elə bilin ki, bir kursa gedib bu şeyləri öyrənməlisiniz. Qaydalarımı ilk gün deyirəm və o qaydaları nə olursa olsun pozulmasına icazə vermirəm. Mənə elə gəlir ki, bizim müəllimlərimiz bu sahədə peşəkar hazırlığı, peşəkar təhsili çox aşağı səviyyədədir ki, bizim müəllim o nizam, intizam dediyi məsələləri sizin bayaq təsvir etdiyiniz mən qaydalar qoyuram. Belə başa düşmürlər. Bəli. Hörməti hər yaşda və hər vəzifədə belə, necə deyim, qazanmaq lazımdır. İstər müəllim, istər məktəb direktoru, istər digər sahənin peşəkarı, hətta valideyn belə uşağın gözünün qarşısında o hörməti, o sevgini qazanmalıdır. Bəli. Bilirsiniz necədir? Uşaq tərbiyəsində pedaqoq, valideyn, uşaq. Üçü də bir-birinə təsir edir. O üçbucaqda üçü də fırlanır. Məsələn, 11 il bir uşaq bir məktəbdə oxuyursa, o uşağın davranışından məktəb narazıdırsa, burada məktəb özünə də sual verməlidir. Bunu da tez-tez rast gəlirik bu belə bir fikirlərə ki, bütün bu psixoloqlar, bütün bu pedaqoji yanaşmalar, ay nə bilim şəxsiyyət yönümlülükdür, ay uşaq yönümlülükdür. Bunlar hamısı xaricdən gəlir, bunlar hamısı qəlb anlayışlarıdır. Dəyərlərimizə, hətta belə mədəniyyətimizə zidd olan şeylərdir, yad şeylərdir. Biz niyə dəyişməliyik ki? Nə qədər doğrudan da bizim milli, mənəvi, mədəni dəyərlərimiz, həmin o müzakirə etdiyimiz o şəxsiyyət yönümlülük, uşaq yönümlülük nə qədər ziddir ki, yoxsa zidd deyil. Sizin dediklərinizə nəzərən, bəzən valideynlər belə düşünür ki, uşağa bu fikir azadlığını vermək, uşağa seçim azadlığını vermək, bunlar xaricdən gəlib. Bəli, bunlar bizim dəyərlər deyil. Dəyərlər deyil. Amma gəlin baxaq. Əlbəttə ki, bəzi nüanslar var ki, biz heç nəyi kör-koranə qəbul etməməliyik də, oturub bunu düşünməliyik ki, bunu niyə təbliğ edim övladıma, bunu övladıma niyə öyrədim? Biz həmişə deyirik ki, uşağın pis yaxşı bir fikri olsun, özünü ifadə eləməyə bir mütləq fikri olsun. Bunun üçün bağçada da siz müəyyən mənada şərait yaradırsınız, orta məktəbdə müəllim şərait yaradır. Amma bəzən isə biz uşağı susturmağa çalışırıq. Və o susturulmuş uşaqlar ailənin xoşuna gəlir də. Çünki fikri yoxdur. Rahatdır. Bəli, İdarə onu idarə olunan etmək, uşaqdır. bəli, rahatdır. Və sonra da başlayırlar uşağa həmin o fikir azadlığını verəndə burada artıq fikir ayrılığı yaranır ki, bu bizə lazım idi, lazım deyildi. Amma mən onu demək istəyirəm ki, qarşımızdakı bir şəxsiyyət yetişdirmək istəyiriksə, birinci növbədə şəxsiyyətin öz fikri olmalıdır. Bugün o bizim susturduğumuz o övladımız var, biz həmişə onun yanında olmayacağıq ki. Sabah o böyüyəndə biz onun yanında olmayanda o susturduğumuz övladımızı Kimlərin qabağında susacaq? Bəli, daha biraz lider, təşəbbüskar Bəli. şəxsiyyətlər yenə də onu susturacaq. Yəni onun fikrini qoymayacaq ki, o da bir özünü ortaya qoya bilsin. Biz böyüyə fikir bildirməyi sanki böyüyü təhqir etmək kimi nəzərdə tuturuq. Yox. Psixologiya belə bir ixtisasdır ki, burada bəzən кейslərdə biz işləyirik tələbələrlə. Orada tələbə öz fikirlərini də deyir də, mütləq şəkildə. Çünki hələ tam biliklərə sahib deyil. Məsələn, bugün mən burada çıxış eləyirəm. Hansı bir nəzəri, praktik bir bilgilərim əsasında, amma o tələbə də hələ öyrənir. Biraz daha çox öz fikirlərini, öz təcrübəsini, öz doğrularını, öz yanlışlarını ora qatır. Biz orada tələbəyə demirik ki, yox, sənin fikrin yanlışdır. Başqa necə ola bilər? Gəlin onu axtaraq. Artıq o uşaq başqa fikirləri də görəndə onsuz da o doğru yolu tapacaq. Və hətta anlayır ki, bir məsələyə dair fərqli, müxtəlif fikirlər ola bilər və hamısı da qəbul edilə bilər. Bəli, və sözü dinlənən şəxs özü də söz dinləməyi bacaracaq. Bəli. İnanırsınız ki, oturdu süfrədə bir kəlmə ağzını açmadı. Bunu bir qəhrəmanlıq kimi irəli sürürlər. Yox, o uşaq süfrədə oturub fikrini deməlidir, ağzını açmalıdır.
Birincisi çox sağ olun azad fikirli uşaqların böyüməsini dəstəkləyiniz üçün. Mən də bir təhsildə çalışan bir insan kimi düşünürəm ki, təhsilin insanın şəxsiyyətinin formalaşmasında, yəni bir holistik formalaşmasını deyək, çox böyük rolu var və ən böyük rolu da onu fikir formalaşdırmağa, onu ifadə etməyə öyrətməkdir. Mənə elə gəlir ki, bizim bugünkü cəmiyyətdə biraz problemli məsələdir. Çünki fikir söyləyənlərimiz çoxdur. Sosial medianı açırsan elə fikir söyləyənlər də sərbəst fikri formalaşdırıb və özünü ifadə etməyə bacaran şəxsiyyəti böyütmək bu çox böyük bir missiyadır və bizim elə məktəbə qədər yaşlı təhsildən başlayaraq əgər biz doğrudan da bu missiyanı bir dəyər kimi qəbul eləsək, anlasaq, biz burada bir şeyə nail olarıq. İndiki dövrdə bu sizin o sözünüz var, şansa buraxılıb. Bir dənə də əlavə bir şey deyim, xatırladım. Sovet dövründə, mən də Sovet dövründə oxumuşam. O dövrdə münasibət necə idi? Subyekt münasibəti yox idi. Yəni müəllim gəlir, bir fikri var, o fikri danışır, biz də onu qəbul eləməliyik. Müasir təhsildə, artıq müstəqillikdən sonraki təhsildə biz nə gördük? Təhsilin sadəcə məqsədi uşağa bilik vermək deyil, uşağın şəxsiyyət kimi yetişməsinə də yardım etməkdir, vasitə olmaqdır. Orada bir şəxsiyyət böyüyür, müəllim eyni zamanda o şəxsiyyətin böyüməsi üçün müsbət mənada öz təsirlərini göstərməlidir. Çox sağ olun Kəmalə xanım. Siz də sağ olun. Çox maraqlı idi. Təşəkkür edirəm sizə. Mən də təşəkkür edirəm. Sağ olun.